Alo, Ali, salam, necəsən? sağ ol kardeşim. Yaxşı olasan. Səncə darıxmaq sevginin göstəricisidir, yoxsa bağlılığın? Darıxmaq həm sevgini, həm də bağlılığın göstəricisi ola bilər. Amma hər darıxmaqda mən səni sevirəm demək deyil. Bəzən insan qarşısındakı şəxs yox, onunla yaşadığı hissi, diqqəti, yaxınlığı və birlikdə qurduğu xatirələr üçün darıxır. Amma əgər darıxanda ağlına onun səsi, baxışı, toxunuşu və yanında keçirdiyin anlar gəlirsə, deməli bu sadəcə bağlılıq deyil, daha dərin, bəlkə də əsl sevgidir. Əgər indi mən sənə bir sual verim. Əgər o insan bu gecə qarşında olsaydı, ona nə deyərdin? Dərdim bir ayrı yandırır, xəyalın güldürür məni. Mən sənin üçün darıxmışam, darıxmaq öldürür məni. Darıxmaq öldürür məni.